Amma bir şey bilin ki, bu dünyada 5 barmağın 5-i də bir deyil. Var təhsilli adamlar, var təhsilsiz adamlar. Siz jurnalistin aldığı maaşla, jurnalistlə bugün qutaran jurnalistin maaşı eyni olmamalıdır. Bu məntiqdir. Siz çox almalısınız, o az almalıdır. Heç də məsələ qaldırmamalıdır ki, Sevinç xanım məndən çox niyə maaş alır? Əcəb eləyir, elə belə də olmalıdır. Hələ sən gəl onun savadına, təcrübəsinə çat, sonra sən də alacaqsan. Bax, bu yanaşma düzgündür. Bu yanaşmanı mən Pənah bəydən də soruşum. Eləmi, yəni biznes klassdan başlayıb da mən cəmiyyətin diqqətini çox ustalıqla, haqq hesab istənilməsi birinci növbədə lazım olan, kateqoriyalı olan məmurlardan və digər idarə edici orqanların vəzifəli şəxslərindən yönəldirlər deputata. Deputatı döndərib eləyiblər paj. Bu, qabaq İngilis saraylarında pajlar saxlayıcı. Bilirsiniz də onların əsas neymiş? Yəni, şəhzadəni döymək olmaz. Şəhzadə bir şuluq eləyəndə pajı döyürlərmiş. İndi cəmiyyətimiz, mən indi hesab edirəm ki, indi bu məsələ bizim mövzumuza daxil deyil. Amma mən hesab edirəm ki, həqiqətən bu deputat seçici tərəfindən seçilsə, ondan mandat alsa, onun gücünü hiss eləsə, deputata bu cür münasibət də olmaz. Eşidirik, bilirik indi bizim müəyyən əlaqələrimiz olan var. Deputatlarda indi icra hakimiyyəti orqan, bizim dövrümüzdə elə şey yox idi. Mən də deputat olan vaxtda indiki iqtidar idi onda da. Deputatlardan az çox istəyirlər, hesabat istəyirlər, az qala bütün senariləşdirirlər hər şeyi. Yəni, parlament, qanunverici hakimiyyət elə bir vəziyyətə düşüb ki, indi biraz da bunu ictimai rəydə əzib, necə deyərlər, belə bir, istəmirəm qeyri-etik ifadə işlədim, o vəziyyətə salmaq, indi təxminən dinləyicilər bilər mən. Biz onda bütün gələcək inkişafımızın üstündən bir xət çəkirik. İnanın, bax, məsələyə bizim dinləyicilərimiz diqqət eləsin ki, bunun arxasında mən insanlarımıza hiddətin haqlı olduğunu və əsaslı olduğunu bırakıyorum. Amma əslində bu şey üçün məsuliyyət daşımalı orqanların da günahını və təqsirini yönətmək və yıxmaq bu Rəsul Quliyev demişdim, bu bədbaxt parlamentin və imtiyazı kifayət qədər olmayan, hüququ məsuliyyəti olmayan bu deputatların üstünə bunun bir fərqində olmaq lazımdır. O başqa məsələdir ki, hər halda indi necə seçilib, necə olub, bundan fərqli olmayaraq bu adı öz üzərinə götürən deputat da, mən niyə bu hörmətli Səyyad müəllimi müdafiə, heç olmasa o formada, o şəkildə və s. bu millətin, bu cəmiyyətin, bu xalqın öz seçicisinin, o seçici ona səs verməyibsə də, veribsə də dəxli yoxdur. Dilə gətirmək və bu sözün heç olmasa deputat sözünün, milli məclis sözünün, parlament, qanunverici hakimiyyət sözünün və anlayışının heç olmasa formal olaraq saxlamaq məsələsi bunun üzərində heç olmasa bu yolunu eləmək lazımdır. Sizin müdafiəli Səyyad Aran deyilmiş ki, ötən həftə üzr istəyirəm ki, gedək içəri şəhərdəki bəzi məsələləri, obyektləri verək biznes adamlarına. O Səyyad Arandan mən bəlkə biraz qəhrəman düzəltmədən öncə biraz düşünək. Mən qəhrəman düzəltmirəm. Mən məsələnin probleminə, siz də Səyyad Aranı burada şəxsləndirməyin. Yox, çünki o deməsə biz Səyyad Aranın maaşını heç müzakirə eləməyəcəyik. Səyyad Aran bu gün, Səyyad Aran arada Siyavuş Novruzov indi çıxış edir, ona da yönəldirlər. Onun da müəyyən çıxışları olur. İndi Siyavuş Novruzov iliyinə qədər bu indiki iqtidarın formulaşmasında məsuliyyəti olan və buna sadiq olan və bu bizim tənqid etdiyimiz cəmaatın narazı olduğu məsələlərə görə həm də məsul adamlardan biridir. Bu heç. Amma arada heç olmasa Siyavuş Novruzov çıxıb orada, mən xatırlayıram bu parlament Milli Məclisin birinci iclasında bir çıxışlar olmuşdu. Az qala belə o qabaqları bu erməniləri zadı belə döndərirdilər və dairəyə alırdılar. Sonra bu 93-dən sonra bizim hakimiyyətin üzvlərini falan dairəyə alırdılar. Az qala bəzi deputatları belə həmin o danışan deputatlar. Söz deyən neysə... Yaxşı söz demək olmaz. Pənah bəy, bir dəfə də məsələn xalqın xeyrinə... Yaxşı söz Elman müəllim deyir də. Bayaqdan burada danışır ki, 125 milyard ümumi daxili məhsul olub və insanlarımızın 10-40 neçə faizi də sosial demək məsələlərə həsr olunur. İndi biz heç kəs hərbi mən birinci növbədə parlamentdə olanda da təhlükəsizlik və müdafiə komissiyasında, o komitədə onun üzvü olmuşam. Mən həmişə prioritet indiki dövrdəki təhlükəsizlik məsələlər olduğuna görə hərbi xərclərin artırılması zadı ilə çıxış eləmişəm, indi də deyirəm. İndi də artırmaq lazım. Amma o yüz minlərlə, 10 minlər və 100 minlərlə insan deməkdir, həm də müdafiə nazirliyi, əskər, zabit, onların da sosial vəziyyətinə gəlin biz, maaşlarına diqqət eləyək. Baxaq görək, müqayisə eləyək ki, digər bizimlə, bu böyük qələbə qazanmış
Bunu indi mən istəmirəm. Biz elə bir dövrdə yaşayırıq ki, əsgərlərimizdə və hərbiçilərimizdə narazılıq və s. yaranmasın. Onlar indi öz canları ilə, qanları ilə onsuz da pula görə, maaşa görə, haqqa görə eləmirlər bunu. Bu aydın məsələdir ki, amma hər halda baxaq görək bunların səviyyəsi, orta standartlar səviyyəsində bir maaş. Mən bayaq professorlar, müəllimlərimizi, ayrı mütəxəssislərimizi dedim. Bunu da demək lazımdır. Eləcə də demək mən var indi hər birimizin tanış olduğu müəyyən indi bu hərbi sir sayılsa da bu hörmətli hamı da deklarasiya verir, bəyannamə verir. Yer gəlmişkən hərbi sir deyil və heç şəxsi sir də deyil bu maaşlar. Və maaşların elan olunması, mən 44 il müəllim işləmiş, hələ SSR dövründə ad almış, sonra da işləmiş müəllim tanım 380 manat demək pensiya alırdı. Biz bunları deməliyik. O baxımdan hesab eləyirəm ki, yəni o dediyi şeyi danışır da hörmətli Elban müəllim burada danışdı və az qala Güllü Gülistanlıqdan danışdı. Mən indiki resurslar daxilində indiki resursların Azərbaycanın indiki resursları və real insanların aldığı haqq arasında bir qeyri-mütənasibliyin olduğu qənaətindəyəm. Onu ifadə elədim dedim ki, Azərbaycanın indiki mövcud obyektiv imkanları verir ki, biz ən azı bir 15-20% cəmiyyətin əsas kütləsi olan, az maaşlı, az təminatlı, az pensiya alan, minimal həddə olan insanlarımızın demək algısını bu maddi bizim gördükləri işə görə və əməyə görə almalı olduğumuz məsələ ən azı 15-20% artıra bilək.